Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Aray Kartunyan, Baku Sakyan, Arkadi Qukasyan, David Babayan və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə bugün də davam edir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinirlər. Qeyd edək ki, hazırki mərhələdə cinayət işinin növbəti fəsli Azərbaycanın mülki vətəndaşlarına qarşı terror aktlarının törədilməsi fəsli üzrə araşdırmalar aparılır. İş üzrə keçən çoxsaylı sənədlər, subutlar var. Onlar məhkəmədə tədqiq edilir. Video materiallar nümayiş etdirilir. Zərərçəkənlər ifadə verirlər. Təqsirləndirilən şəxslər isə dövlət ittihamçılarının suallarını cavablandırırlar. Təqdim olunan sənədlərdə, ifadələrdə bir daha təsdiqini tapır ki, Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə və işğalçılıq siyasətinin qayəsində dayanan əsas məqsəd Azərbaycanlıları məhv etmək olub. Məhkəmə prosesində bununla bağlı çoxsaylı subutlar, faktlar təqdim olunur. Qeyd olunur ki, həmin sənədlərdə həmin vaxtı Ermənistan Azərbaycanın, belə başqa sözlə desək, bu müharibəni Azərbaycanın mülki şəxsləri ilə aparıb. Yaşlılarla, az yaşlı uşaqlarla, qocalarla aparıb. Azərbaycanın kəndlərini, qəsəbələrini, yaşayış məntəqələrini, mülki obyektləri, hətta üzərində tanınma nişanı olan avtomobilləri belə hədəfə götürüb. Bütün beynəlxalq konvensiyaların, o cümlədən humanitar prinsiplərin, humanizm prinsiplərinin pozulduğu bir daha təsdiqini tapar. Məhkəmə prosesində ifadə verən zərərçəkənlər də qeyd edirlər. O hansı ki, qeyd edək ki, ümumiyyətlə 2016-cı ildə tarixə aprel döyüşləri kimi düşən dövrdə, eyni zamanda 2020-ci ilin iyulunda tarixə Tovuz döyüşləri kimi düşən dövrdə Azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət faktları araşdırılır. Zərərçəkənlər ifadə verirlər və bildirirlər ki, həmin vaxtı Ermənistanın əsas hədəfi mülki obyektlər olub. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslər, bir xatırlatma da aparaq ki, hər iki vəkillə təmin olunub. Hər bir təqsirləndirilən eyni zamanda onlara rus və erməni dilində tərcüməçi ayrılıb. Eyni zamanda bu cinayət işi üzrə çoxsaylı zərərçəkənlər var. Onların bir qismi məhkəmə prosesində əyləşirlər və ifadə verirlər. Onların da hüquqlarını vəkilləri və nümayəndələri müdafiə edirlər. Açıq keçən məhkəmə iclasında ASTV komandası olaraq biz mütəmadi şəkildə tamaşaçılara məlumat veririk. Bugünkü iclasla da bağlı bizim xüsusi geniş reportajımız olacaq ki, onu da xəbərlərin növbəti buraxılışlarında təqdim edəcək. Hələlik bu saata çatdıracaqlarımız bu qədər. Söz yenidən studiyada mərkəzdədir.